5 əsas xüsusiyyəti vardı, amma Aha, dairə metodu digərlərindən fərqləndirən 5 əsas xüsusiyyət vardı. Xüsusi seçilmiş hərəkətlər kompleksinin ardıcıl yerinə yetirilməsi ilə səciyyələnən metod. Hə, müəllim, bax o açar sözü onun yadına çıxarmışam. Xüsusi varsa dairəvidir. Aha, xüsusi varsa dairəvidir. Sürətlə əlaqəli olan hərəkət qabiliyyətlər hansılardır? Müəllim, sürətlə, hə müəllim, dediniz ki, o da dairəvidir. Yox, sürətlə əlaqəli olan hərəkət qabiliyyət deyirəm, yanım. Ay müəllim, sürətlə əlaqəli olan hərəkət qabiliyyət, sürət güc, qüvvət çevik. Elə deyil müəllim, metodu deyirsiniz, hə. Qəşəng, sürət gücdür, qüvvədir, bir də çeviklikdir. Yaxşı, bütün hərəkət qabiliyyətlərin bazası sayılan hərəkət qabiliyyət nə idi? Qüvvə müəllim, qüvvə. Qüvvə idi. Aha. Yaxşı, oynaqların mütəhərrikliyi hansı hərəkət qabiliyyətinin təzahür amili idi? Bəli müəllim, sürət gücün təzahür amili idi, amma müəllim bəqin komponenti idi. Bəqin komponenti idi. Hərəkətlərin daha geniş amplituda da yerinə yetirilməsi hansı hərəkət qabiliyyətdir? Elə bəqin özüdür. Qəşəng, bəqin özü idi müəllim. Bəqin kifayət qədər olmaması nəyə mənfi təsir göstərirdi? Koordinasiya. Maşallah müəllim. Var ol, Maşallah qodanam. görürsünüz. Sağ olun. Siz var olun müəllim.